İşinin Adamı başladı. İşinin Adamı studiyadadır. Bəli, İşin Adamı studiyadadır və İşin Adamını hal-hazırda siz görürsünüz. Yurd FM-də bizim web səhifə vasitəsilə, həmçinin TikTok'dan canlı yayımda İşin Adamı yazaraq bizə baxa bilərsiniz. Hər vaxtınız xeyir, mən Kamran Yaradan Quliyev efirdəyəm və qonağımızla artıq həmsöhbət olmağın tam zamanıdır deyə düşünürəm və nəzərinizə çatdırmaq istəyirəm ki, əgər sualınız olsa 099 6 907 907-yə zəng edərsiniz. Rəşad Cəbrailov, Horeca üzrə Azərbaycan ən tanınmış ekspertlərindən biri bugün bizimlə birlikdədir. Rəşad bəy, xoş gəlmişsiniz. Salam, hər vaxtınız xeyir olsun. Necəsiz? Həmişəki kimi. Deməli, yaxşısınız. Biz də sizi görüb daha da yaxşı olmuşuq. Həmişə belə də davam edəcək efirimiz. Hal-hazırda bizi tamaşaçılar həm görürlər, həm izləyirlər və dostlar digər monitorda aktiv eləsinlər zəhmət olmasa. Özümüz də özümüzü bir görək və başlayaq suallarımıza. Rəşad, sizdən bir sualım var. İlk olaraq əsas xahişim budur ki, Horeca termini Azərbaycanda bəlkə də çoxdan var, amma biz yeni eşitmişik. Mən şəxsən sizdən eşitmişəm. Daha da aydınlıq gəlib. Nədir Horeca və Azərbaycanda bu sahəyə nə qədər maraq var? Horeca ümumiyyətlə sözün özü bölünür, cümlələr yaranır. Hotel, restoran, kafe. Horeca. Azərbaycan. Azərbaycanda bugün biraz uzun-uzadı məsələdir. Mən hər yerdə intervyular verəndə də deyirəm. Horeca sahəsi çox ağır sahədir, çox böyük sahədir. Həqiqətən turizm, hospitality management sektorunda mühüm sahələrdən biridir. Hətta Azərbaycan üçün deyərdim. Amma insanların bundan nə qədər anlayışlı olub olmaması, nə qədər peşəkar olması sual altındadır. Əfsuslar olsun. Niyə peşəkarlar azdır Azərbaycanda? Yoxsa siz elə demədiniz, mən eləmə başa düşdüm? Yox, əslində düz deyirsiniz. Niyə yoxdur? Niyə çatışmamazlıq var? Həqiqətən mən də bir dəfə öyrənməmişəm bu sahəni. Mənim də müəllimlərim olub. Həqiqətən qeyri-rəsmi danışacağam. Belə əjdahalar, güclülər, peşəkarlar, nəhənglər. Bizimkilər, Azərbaycan vətəndaşları, həqiqətən işinin bilənləri. Bilirsiniz, bir ara gündəm oldu. Böyük holdinglarda, şirkətlər, restoran şəbəkələri, otellər şəbəkələri və əfsuslar olsun ki, Turizm agentliyi, Turizm Nazirliyi mi deyim, ümumiyyətlə assosiasiyalar xaricdən əcnəbilər gətirdilər rəhbər vəzifələrə 4, 5, hətta 6 qat əmək haqqıya. Xaricdən gələndə çox baha maaşa gəlir. Nə bilir ki, o mən bilmirəm onu ki, o gəlir. Mənim üçün maraqlı olub. Mən fikrimi sona kimi çatdıranda siz başa düşəcəksiniz. İşinin nəhəngləri gördü bunu. Misal üçün mən adını çəkməyəcəm. İnsan var ki, Özbəkistanda otellər şəbəkəsinin generalni, belə deyək də, restoran sahəsində cluster general manager. Yəni şəbəkənin generalni meneceridir, generalni direktorudur. Niyə o orada işləyir, öz vətənində işləmir? Gördü ki, burada dəyər yoxdur. Adam keçdi öz məqsədlərinə və təbii ki, qazanc, struktur, hörmət, ümumiyyətlə vizyon olaraq o həmən istədiyini xaricdə gördüyü üçün adam ölkəni tərk elədi. Və onlarla belə insanlar var. Niyə? Niyə? Rusiyadan, Amerikadan, Türkiyədən, nə bilim, müxtəlif ölkələrdən bura əcnəbilər gəlir rəhbər vəzifələrə. Həqiqətən mənə maraqlıdır bugünkü gün və bu işin peşəkarlarına maraqlıdır bugünkü. O nəyi bilir ki, o qədər əmək haqqı alır, mən onu bilmirəm. Buna sual heç kim cavab tapa bilmir. Heç kim də bu suala cavab verə bilmir. Vermək istəmir, yoxsa doğrudan cavabı yoxdur sizcə? Yox, cavab vermək istəmir deyəndə bilirsiniz nədir? Arada çox böyük fərq var. Bir var 3000, 5000 əlavə alar. Məsələn, Azərbaycanlı... Bir də var 30 min əlavə alar. Bu məsələ odur. 30 min əlavə alırlar, 50 min əlavə alırlar və nə inirlər? Nədir, nəyi bilmir? O nəyi bilir? Xas bu bilir, kalkulyasiyanı bilir, hospitality management'ın smile strukturunu bilir, targetologiyanı bilir sosial mediada məndən yaxşı. Yoxsa treyning hissəsində upselling strategiyasını məndən yaxşı bilir, müştəri məmnuniyyətini qazanmağını yaxşı bilir. Yadınızda saxlayın. Adi bir söz deyim sizə. Cənub zonası əməkdaşı, insanı, vətəndaşı gedib şimal zonasında qanun yarada bilməyəcək. Niyə? Bilirsiniz? Niyə? Hərənin öz strukturu var. Cənub zonasının öz mentalitet hissələri var. Şimal zonasının özünün. Sən Kopenhagendən bura necə gətirə bilərsən Almaniyadan mütəxəssis ki, burada restoranı idarə eləsin, heyəti idarə eləsin.
Elə şey yoxdur. Milli mentalitet var. İnsanlarla müştəri məmnuniyyətini qazanmaq üçün qarşılanma metodu. Kopenhagendən gələndə necə başa salarsan ki, müəllim gələndə yaxşı qarşılar. Onun özünə treninq lazımdır burada. Ha. Əfsuslar olsun. O yüzdən də düzdür, soruşa bilərsən, sən niyə ölkəni tərk eləmirsən? Mənim layihələrim var, mənə müraciətlər gəlir, mən daima işləyirəm, işim qaydasındadır və siz bayaq da qeyd etdiniz efirdən öncə, indi də bildirmək istəyirəm. Mən təbii, mənim adım var, mən biraz acı diləm, mən biraz bahaçıyam, finalda mən iş qoyuram qabağınıza. Ha, yaman acı dilsiz. Valla mən görmüşəm də bunu. Amma belə qəribə bir şey var, komanda ilə da danışanda baxırıq ki, Rəşad acıladı, amma son cümlədə görsən ki, acılamadı. Bir böyük qardaş kimi sanki inkişafına dəstək olan bir tənbih idi, dəstək idi və görürəm ki, Rəşadın komandasında xoşuna gəlir. Bilirsiniz necədir? Mən bir söz deyim. Birincisi, mənim komandam əmək haqqını aldığı yetərli qədər əmək haqqı alır ki, o iş onu qane eləsin. Qoyduğu hədəflər var rəhbərin. Mən hədəf qoyuram, onun üzərində faiz strategiyası yazıram və sevə-sevə tələb eləyirəm. Əgər mən bugün əməkdaşımı, tabiçimdə olan hər hansı bir şöbənin əməkdaşını pultla idarə edirəmsə, bir sözü ona 4 dəfə deyirəmsə, elə kadr mənə lazım deyil. Ona görə mən götürəndə düzgün əmək haqqı seçirəm və trening keçirəm ki, adam bu işi səmtin bilsin. İkinci məsələ, problem nədir? Sahibkar, investor, direktor gələndə həyəcana düşürlər. Gəlir də neyniyim? Onun mənə ehtiyacı var. Mənim sahibkarlar bilirsiniz nə qədərdir? Gedin görün, varmı işi düzgün quran? Açırlar restoranı, 4 aydan sonra yazılır, arendaya verilir. Ged işdə 500 manatlıq. Maksimum 4 ay ya. Maksimum. Maksimum 4 ay. Ged işdə 2000'li işçi ilə, problem deyil. Sən maksimum 4 aydan sonra yazılacaq oradakı məkan icarəyə verilir. Ay müəllim, bir sual. Əməkdaş var ki, bir gün 300 işləyir, okey, bir gün 1000, 1500, 10-15 bin və s. Onun bazarda qiymətinin artımını özü deyək ki, bir dəfə mənim başıma aldatdı. Amma sabah sizin kimi peşəkar həm də icarlıq var axı sizdə. Mən də çox şey. Aldada bilməyib də o necə tənzimləyir? Sonra onu belə deyə də əmək haqqısını aşağı salmaqla bağlı layiq olduğu maaşı necə təyin edirsiniz? Mən əgər bugün layihə rəhbəriyəmsə, mən bir restoranı, ateli və ya kafeni fərqi yoxdur. Yenidən qurmaq, grand opening, pre-opening və yaxud işi zəifdir, işi qaldırmaq və yaxud hansısa bir problemlər varsa, ora əl qoyuramsa, birinci sahibkar mənim işimə qarışmır. Belə işi biləndirsə məni neynir? Bu birinci öncədən razılığınız. Öncədən mənim razılığımdan təbii ki. Bu ilkin mərhələdir. İkinci məsələdə də ki, işi götürəndə işçini mən HR deyiləm. Amma yetərincə, olduqca çox əmək məcəlləsi, əmək qanunvericilikdən o qədər məlumatım var ki, final intervyunu təsdiq üçün, işçi işə qeydiyyatı düşmək üçün, simaya düşməsi üçün final qərarı mən verirəm. Niyə? İşçi seçimi olmalıdır. Yaxşı layihə rəhbərinin həmişə arxasında heyət olmalıdır. İstənilən zaman bugün restoran sahəsində gündəmdədir. Nədir? Heyət dalaşdı, çıxdı, getdi, səhər gəlmir işə. Heç o qoymaram evə çatsın ki, mən bura heyət yığaram. Əminlik olmalıdır, təcrübə olmalıdır, işin peşəkarı olmalısan. Daima oxumalısan. Mən danışıram burada, mən belə yığıram, açıram, partladıram, əla. Bununla yanaşı mənim də öz vəzifə öhdəliklərim var. Mən daima yenilikləri oxuyub öyrənməliyəm. Daima tendensiyalara ayaqlaşmalıyam. O necə eləyir? Necə vaxt çatdırır? Rəşad belə gözünü yumursan açırsan cənubdadır, gözünü yumursan açırsan şimaldadır, sonra Bakıdadır, sonra bir məkanın açılışı, otel və s. Qarşı bu qədər şey necə çatdırırsınız? Hiperaktivlik, işə həvəs. İşə həvəs olmalıdır. Düzdür? İşə həvəs yoxdursa, bu mənim sevdiyim işdir. Mən indi sizə öz tarixçəmdən danışmayacağam. Mən kiməm, ailəm kimdir, o nədir? Mən bu sahəni seçmişəm, mən bu sahəni sevirəm. Yeganə sahədir ki, burada mən ümumiyyətlə mümkün deyil kimsə allatsın. İstər qanunvericilik, istər sahibkar, istər işçi, istər şirkətlər, supply chain-də, yəni hansı ki bizə məhsul satır, istəyir kassa əməliyyatları, fərqi yoxdur. Yəni hər bir şeyi detallı o qədər işləyirəm, incələyirəm. Mən bir məkanda oturub 3 məkanın işini işləyə bilərəm kompüterdə. Final təsdiq məndədirsə, mən hər şeyi kör zonu olmamaq şərti ilə telefondan, kompüterdən hər şeyi görürəm. Bayaq gördüm, elə telefondan idarə edirsiniz maşını. Yəni bilirsiniz, bugün müasir dövrdədir. Yəni biz intellektual addımlar atırıq da, düzdür? Süni intellekt var, digər var, o var, bu var. Biz hamısını idarə edə bilirik. Sizə bilirsiniz sahibkar kimi nə lazımdır? Finalda nəticə. Lazımdırmı? Bu nəticəni mən təcrübəyə görə haqqımda araşdırın. Saytım var, sosial şəbəkələrim var. Orada araşdırın, baxın mən finalda nəticə verə bilirəm yoxsa yox. Yəni bu qədər.
Qəşəng, əla. Hörmətli izləyicilərimiz və dinləyicilərimiz 099 6 907 907 nömrəsinə həm WhatsAppda, həm də ki zəng edə bilərsiniz və bizim izləyicilərimizdən biri hal-hazırda elə Natural Meat şirkətinin rəhbəri Tural Həsənovdur. Natural Meat, hansı ki premium ətlər satırlar. Bizim proqramın sponsorlarından da biridir. Salam olsun Turala və salam söyləyir və bildirir ki, belə təcrübəli insanları efirdə görmək çox xoşdur. Əla, bizə də xoşdur. Sponsorumuz razı qalıb. Əziz Rəşad Cəbrayılov, Horika üzrə ekspert olanda belə bir incə məqam var. O bir söz var, sadə dildə desək. Beynim şişdi. Beynimiz şişib yoxsa yox elə? Yox. Mən hətta öz sosial şəbəkələrimi idarə edən bir şirkət var. TikTok, Instagram, LinkedIn, Facebook. Yəni oradan da bizə müştərilər gəlir. Deyirəm ki, büdcəni artırın, müştəri sayını çoxaldın. Mənə adam deyir ki, müəllim çatdıracaqsınız siz. Yəni məndən asılı deyil. Bilirsiniz, söhbət orada maliyyədən, söhbət orada nədənsə getmir. İşimi sevirəm, bildiniz? Больше çox istəyirəm. Niyə görə? İstəyirəm ki, bugünkü gün mən bir söz deyim, bəlkə də deyərsiniz ki, aidiyyatı yoxdur. Niyə görə layihənin çox olmasını istəyirəm? Mən bu işi holdinga çevirmək istəyirəm. Böyük bir holding istəyirəm. Training center, grand opening, pre-opening, marketing, marketplace, search analiz, rəqiblərin araşdırılması və s. və ilaxır. Fişka tapmaqda mən təkəbbürlükdən kənar fişka tapmaqda bəlkə də var, mən tanımıram, özümə rəqib görmürəm. Niyə görə? Çox incə məqamlara toxunuram. Mən Qubada bir layihə yığdım. Baxın, Quba xanlığı uzun müddətin bağlanmış, hazırda istifadəyə getməyən kitabxanasını açdırdım. Orada Quba xanlığının menüsünü çıxartdım. Şabalıd ağacının qabığında lülə kabab. Yəni bu bilirsiniz nə qədər güc, zaman istifadə eləmək lazımdır. Mən belə şeyləri sevirəm. Bir kitabxanada deməli onun başqa dildə idi. Azərbaycanda ləzgi dili idi, tat dili idi, bilmədim. Köhnə dildə Quba xanlığında həmin menyu var. Menyunu çıxartdım. Hansı ağac? Şabalıd ağacının qabığı var, üstü örtüyü. Onu soyursan, lülə kababın, lülə çiğ vəziyyətdə o qabığın içində bişməyə istifadəyə verirsən, manqalda, təndirdə fərq eləmir. O vaxtın kişilərdə doğrudan yeyib içən olublar. Yəni, bilirsiniz... Heç nə yox. O qabığı soyub, o lüləni ora qoyub bişirən kababçının mı deyim, aşpazın mı cəsarətinə heyranam da mən də. Onu axtarıb tapdı. Mən bilmirdim elə bir şey. Görəsən necə yaranıb o? O yaradır. Bilirsiniz, işi sevmək. Gəldi, giyindi, kostyum, qalstuk, oturdu kabinetdə, siqaret, qonaqları qəbul elədi, şirkətlərlə danışdı. Mən elə rəhbər deyiləm. Gələn müştəri hiss eləməyəcək. Mən orada ofisant köməkçisiyəm, yoxsa buranın layihə rəhbəriyəm. O biraz struktur oxumaq lazımdır. Avropanı gəzmək lazımdır. Var, ailə donaşlığına görə işləyirsən. Var, hədəf qoyursan qabağa. Vaxtında mən də işləmişəm. Səhər 8-dən gecə 2-yə kimi hansısa məkanda direktor. Okey. Alırsan, tutalım 2000. İlə nə qədər edir? 24.000. Mən elə 3 dənə layihə ilərisində yıxsam, özümə ağsaqqalam, özümə də qulam. Ondan artıq qazanıramsa 3 dəfə. Niyə görə mən kiməsə çatana kripto eləməliyəm? 25 sahibkar. Təhlükəli söz deyə bu. İndi kənardan elə biləcəklər, iş asandır, o pul qazanmaq da asandır. İndi necə hər addım başı ənənəvi biznes sektoru olub, bir də görəcəksiniz ki, horikaçılar çoxalıb, horikaçılar. İndi gəl bunları yığışdır. Nəticə? Bazar zədələnir. Bazar zədələnir deyəndə ki, yenə qeyd edirəm. Mənlə işləmək istəyən adam və ya sizlə işləmək istəyən adam bir Google-da yazmalıdır. Google-da yazırsan, Rəşad Cəbrayılov. Avtomatik olaraq çıxır. Sosial şəbəkələr, gördüyü işlər, prezentasiyaları, sertifikatları, rəsmi saytı, hazırda elədiyi işlər, yəni bunlar çıxmırsa, nə olsun? Mən deyə bilərəm ki, mən santexnikam. Mən elə turbanı bitişdirə bilmirəm ütüylə. Mən onu nə olsun deyirəm. İşi özüldən... Yaxşıdır. Mən o vaxtları sima yox idi, məhkumluq haqqında arayış yox idi, o vaxt sənədləşdirmə valideyn icazəsi yox idi. Mən 15-16 yaşında boy var idi, biraz dilavərli idim, diribaş idim. Mən 15-16 yaşında ofisant köməkçisi şadlıqda başladım. İşə sevgim var idi. İşə həvəsim var idi. Ali təhsilim var, 1 deyil, 2 deyil. Hər şey normaldır, qaydasındadır. Bizdə ofisantlar bilirsiniz necə işləyir şadlıqda və ya kafelərdə.
Rayondan gəlir, işə ehtiyacı var, kirayə pulu ödəmək lazımdır. Tələbədə gedir düzəlir. Bax elə bu mövzuya toxunacağıq Rəşad icazənizlə. Bir dənə qısa fasiləmiz var, onu elan edim. Ardından efirimiz davam edəcək. Hörmətli işin adamını izləyənlər və dinləyənlər, bizi izlədiyinizə və dinlədiyinizə görə təşəkkürlərimiz var. Horika üzrə Azərbaycanlı ən tanınmış ekspertlərdən biri Rəşad Cəbrayılov bizimlə hal-hazırda həmsöhbət olur. Nəzərinizə çatdırım ki 099 697 97 nömrələrini həm WhatsApp-dan, həmçinin siz zəng edirsiniz, aktivsiz, sağ olun, var olun, amma icazənizlə bir neçə sualım var. Biz bayaq Şadlıq Sarayı sistemindən də danışdıq. Rəşad, necə düşünürsünüz? Horika sistemi, üzü inşallah o gün olsun, Michelin sertifikatlı restoranlarımız olsun və s. və ilaxır. Ölkəyə də hər gün bir xaricdən mötəbər qonaqlarımız təşrif buyurur. Azərbaycanda Şadlıq Sarayı sistemini keçən bir sistem olacaqmı səncə? Çünki o böyük məktəbdir. Bax, deyirsiniz, Şadlıq evi böyük məktəbdir. Mən misal üçün, təbii ki, hərənin öz fikri, öz işi var da. Şadlıq sistemi, misal mən özümü orada heç vaxt görməmişəm. Vaxtında işləmişsiniz, değil mi? Vaxtında işləmişəm. Yəni, mən özümü orada görsəydim, mən gedərdim bu işin dalıca. Perspektiv. Niyə görməmişsiniz? Pik var da orada. Sən orada kim ola bilərsən? Maksimum direktor, o yanası yoxdur da. Ya da gerək sahibkara deyəsən, bunu ver mənə hədiyyə, çıx get. Bir də var ki, sənin nə qədər potensialın, gücün var ki, eyni vaxtda 3 dənə şadlıq evi məkanında, 3-ü də varsa səndə, 3-ünə də nəzarət eləyəsən, toy və yaxud nəsə bir şənlik gedirsə orada. Amma var həm elə adamlar. İnanmıram. Varsa belə, o bilirsiniz necədir? Kapasitə söhbəti var. Eyni vaxtda, eyni anda şadlıq strukturu biraz mənə çatmır. Keyfiyyət mənim üçün çox önəmlidir. Xidmət mənim üçün çox önəmlidir. Və dress code mənim üçün çox önəmlidir. Gigiyena qaydaları personalda mənim üçün çox önəmlidir. Və mən bunları görmədiyim halda, ona görə mən peşəkar Şadlıq Sarayı, bəlkə də var, mən onun fokuslanmamışam, dərinliyinə gedə bilməmişəm, tam işin içinə girməmişəm. Niyə? Çünki bugün müasir tendensiyaya uyğun olaraq coffee shop, otel, restoran, kafe daha perspektivlidir, daha filiallaşdırmağa, brendləşdirməyə və patentləşdirməyə uyğun adaptasiya dövrünü keçir. Kim Şadlıq evi? Hədəf. Hədəfin varsa, finalda səni nə gözləyir Şadlıqda? Məni heç nə gözləmir. Horikada ən çox Azərbaycanda hansı zirvəni fəth etmək olar? Brendləşmək lazımdır. Hansısa bir, misal üçün götürürəm, baxıram sizin lövhəyə yurd restoranlar şəbəkəsi. Niyə görə bugün yurd restoranlar şəbəkəsi cəmi, misal götürürəm, Bakıda cəmi 2 filialı var. Niyə Bakıda 10 deyil, Azərbaycan üzrə 35 deyil, SNQ ölkələri üzrə 80 üzəri deyil? Bax, bunu brendləşdirmək üçün Horikada mütəxəssis olmaq lazımdır, peşəkar olmaq lazımdır. Hər şey roadmaplə, mən yol xəritəsi ilə yaşayan adamam. Şəxsi, ailədə, dostlarla. Mən bilirəm ki, mən dostumdan nə vaxt oturub çay içəcəm. İşim o qədər çoxdur ki, mən onları özümün öz dəftərim var, şəxsi dəftərim. Özümə task verirəm, özümə tapşırıq verib cavablandırıram, özümü tənbih eləyirəm. Bu biznesmen baxışıdır, biznesmen yöneticisidir. Əvvəl mən bir yerə, bir menecer kimi baxıram. Neçə müddətdən bir olur bu? Daima. Özünü tənbihlər. Daima. Mən özümü daima tənbih eləyirəm. Demək olar ki, həftədə 2 dəfə özümü tənbih eləyirəm ki, bunu niyə belə elədin, belə yox, belə eləyə bilərdin. Siz onu görmürsünüz. Bir işçi olaraq, investor olaraq, bir kənardakı insan kimi görmürsünüz. Mən axı öz işimin dərinliyini bilirəm və nəyi harda səhv elədim, onu özümdə not eləyib bir də onu təkrarlamıram. Bugünkü tendensiyaya uyğun yenə də deyirəm, bizim sahədə adi bir şey deyim sizə. Misal üçün, fettuccine Alfredo 2 ildir bir sousla gedirdi. Bu il sousuna əlavələr qatılıb. Bilirdiniz onu? İtaliyadan gəlir bu məlumatlar. Biz onu oxumalıyıq internetdə. Oha! Yəni keçən il yox, 2020. O hardan bildiniz? Yəni necə deyirlər? Baxırsınız oradan buradan yoxsa oradan buradan deyəndə ki, mənim də vizyonum var da. Sizə işinizə aid olan məlumatları hardan götürürsünüz? Mən də işimə aid olan məlumatları aidiyyatlı yerlərdən götürürəm. 2020-də Vallahi bugün bu informasiyanı eşitməyə hazır değildim. 4300 üzəri üzüm sortu var idisə şərab hazırlanan. 2025-də 5 ildən sonra bu qalxıb olub 11.000 üzəri. 11.000-dən çox üzüm sortu var ki, ondan bugün dünya 2 qat yeni üzüm sortu yaranıb. Bunları bilməlisən sən. Sən layihə rəhbəri, sən peşəkarsan. Sən bilməlisən. Elə bir investora keçərsən ki, sənə sual verər, misal üçün. Petrusiyos şərabı hansı balıqla gedir?
Yəni baxacaqsan sifətinə, deyəcəksən necə layihə rəhbərisən ki, onu bilmirsən. Maraqlıdır. İnvestor demişkən, investorsuz böyümək mümkündürmü Azərbaycan biznes mühitində soruşur bizim Tofiq adlı izləyicimiz. Dinləyicimizdir, bəlkə də qeyd eləməyib. İnvestorsuz deyəndə investor mən nəyə deyirəm? Bəlkə biz ayrı-ayrı bir şeylərdən danışırıq. İnvestor maliyyələşdirilən şəxsdir. Sənin əgər öz maliyyən varsa, yox, investora ehtiyac yoxdur. Misal üçün mən deyərsiniz illərdir işləyirəm. Allah bərəkət versin. Mən demirəm mən wow imkanlı şəxsəm. Amma bugünkü gün mən də istədiyimi özümə icazə verə bilən şəxs kimi mən özüm şəxsən öz adıma heç vaxt coffee shop açmaram. Niyə? Azərbaycanda. Niyə? Bu qədər populyardır. Yenə qeyd edirəm, Azərbaycanda. Mən onun çətinliyini, ağırlığını bilirəm. Bazar rəqabəti çoxdur, deyil? Yox, Yoxsa bazarda bir monopoliya var? Bazar rəqabəti, belə deyim də, yenə qeyd edirəm. Əminəm ki, izləyicilər məni düzgün başa düşəcək. Peşəkar nöqteyi nəzərdən heç kim mənimlə rəqabət apara bilməz. Horika sahəsinin adamı deyilsə, ümumiyyətlə mümkün deyil mənimlə rəqabət aparmaq. Horikada sizlə belə də rəqib bildiyiniz varmı özünüzə? Rəqib bildiyim var, hansı ki mənim müəllimlərimdir. Onun 50% ölkədə deyil, 25% bu işin sənətini qoyub kənara. Bir-iki nəfər var ki, mənə rəqibdir. Hə, onlar da bu sahəni mənə öyrədənlərdir. Hə. Okey. Yəni xətir hörməti saxlayırıq. Alo deyək. Alo, salam, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Apardığımız Kamran müəllim. Siz də salamlayırıq, qonağımızı salamlayırıq. Əleyküm. Qonağımızı da salamladınız. Qonağımızın adını deyin də, xoşuna gəlsin. Rəşad bəy. Ya, baxır ya, diqqətlə. Baxırsınız, izləyirsiniz, dinləyirsiniz. TikTokdan izləyirdim. Da görürəm, deyəsən otaqdasınız hal-hazırda, səsiniz deyəsən echo verir. Hə, bəli. Buyurun, eşidirik sizi. Bu Horika sahəsi ilə bağlı siz təhsil almaq istəsək, bunu hardan ala bilərik? Və yaxud Rəşad bəydə bir təlimlər olurmu? Yəni ora siz qoşula bilərmiyik? Vaxtınız var Rəşad bəy dərsdə deməyə. Deməli, biz hazırda bir biznes plan var əlimdə. Söndürüm telefonu Rəşad, yoxsa qalsın? Fərq yoxdur. Dialoq olacaq? Bilmirəm. Okey. Mən cavablandırıram sualı. Hə, artıq cavablandır. Təşəkkür edirəm sizə, minnətdar. Çox Sağ ol. Aha. Hazırda bir biznes plan var. Biz onu ərsəyə gətirmək istəyirik. Müzakirələr gedir. Biz trening sentr açmaq istəyirik. Sırf treninqə özümü keçəcəm housekeeping. Maraqlı olar ha. Housekeeping. Zeyv gülə-gülə. Bəli, böyük bir auditoriya ilə sorğular gəlir mənim sosial şəbəkələrimə. TikToka da yazırlar, Facebooka, LinkedIn-a, Instagrama, hamıya dayanmadan yazırlar bizim səhifəyə. Hətta səhifəni idarə edənlər deyir ki, uca vaxtdır. Biz nə etmək istəyirik? Hiss edirsiniz də onu artıq ha. Bazarda böyük boşluqlar var. O böyük boşluqları biz aradan qaldırmaq üçün bunları ərsəyə gətirməliyik. Nədir ərsəyə gətirilən məsələlər? Nədir? Trening sentr açmaq, trening keçmək, housekeeping departament, food and beverage-də outlet departament, kitchen, mətbəx, Biraz öz dilimizdə deyin də onu. mətbəx, zal, xadimələr, front office, qəbul şöbəsi, restoran üçün, misal üçün adi bir şey götürüm. İzləyicilər qulaq asır. Hostes nədir? Hamımızın bildiyi. Amma belə qəribə sual verdisə, Yox, hostes nədir? Sizin fikrinizcə. Gedirsiniz də restoranda. hə də biz bilən bilirik ki, qonağı qarşılayır qapının önündə, bəli. əyləşdirir, plet verir, menyu verir. Bəli. Hostes İtaliya, Fransa tərəflərdən bizə gəlir. Evin sahibi deməkdir. Tərcüməsi var. Hosteslara təlim keçilməlidir. Evin sahibi gəlir, əyləşdirir. Öz evində qonağı necə qarşılayırsan? Elə də qarşılamalısan restoranda. Bizdə Yəni Azərbaycanda da həmin hostes, yəni sahibi qədər olmalıdır. bəli, ona o pozisiya verilməlidir. Ona o şərait yaradılmalıdır. Qız uzun saç, kablukda, qara şalvar, ağ köynək, qara pencək, makiyaj, əlində telefon, rus dilini biraz bilsin. Bizdə hostes budur. Əslində hostes elə. Mənim layihələrimdə hostes başqa cür olur. Necə olur? Evin sahibi olur, evin xanımı olur. Mən yoxamsa mənim yerimə odur. Mənim yerimə o adamdır. Gələcəm restoranlara, gələcəm. Maşallah zənglər də dayanmır Rəşadda. Hörmətli izləyicilər, artıq son dəqiqələrdə vaxt necə gəlir, keçir. Yox, biz biraz da dəqiqələri artıraq. Özümüzün də suallarımız var və məni maraqlandıran, baxıram ki, suallar elə üst-üstə düşür dinləyicilərlə də birlikdə. Ümumiyyətlə bax, ölkə daxili və ölkə xarici, yəni yerli və xarici üslubda olan biznes növləri var. Ənənəvi, franşizi olanlar və s. və ilaxır. Və Azərbaycan horikaçıları, xüsusən də Rəşad,
hansılarla işləməyi daha üstün tutur? Hazır dünyəvi bir sistem, yoxsa Azərbaycana xas olan və orada bir həyəcan var da, yəni ki, bunu göstərək, yəni, şabalad qabığından, ağacın qabığından dolma kabab bişirək və s. və ilaxır. Bilirsiniz, yenə qeyd edirəm. Biz əgər bu ölkədə isə franşiza dediyiniz bax, franchise qəbul olunmuş bir qanunu var. Düzdür? Misal üçün götürürəm, ad çəkmək istəmirəm də. Misal üçün götürürəm X coffee shop. Düzdürmü? Bunun qanunu var. Bu qanun idarə olunur xaricdən. Mr. Guest gəlir, gizli qonaq və yoxlayır daima. Düzdür? Bunu qoyduq kənara. Bu müzakirəyə getmir. Mən üzr istəyirəm. Siz eləyirsiniz o gizlin Mr. Guestləri. Mütləq. Mən layihəni götürməmişdən qabaq mütləq Mr. Guest edir. Nədir o Mr. Guest? Gəl bilməyənlərə də açıqlayaq. Mən deyirəm, gizli müştəri gəlir, yemək zakaz eləyir, sifariş verir, yeməkdə problem axtarır, dava salır. Sonra o biri gün öz dostunu göndərir, mehribançılıq, ümumiyyətlə auranı, adaptasiyanı birinci məkanı özündən götürürəm. Ondan sonra o məkana uyğun rəqibləri araşdırıb otururuq, baxırıq, araşdırırıq gizli müştəri kimi. Təbii ki, bunlar hamısı xərcdir. Amma layihəni götürürsənsə, sabahları problem olmamalıdır. Bir götürərsən, yandırarsan, 2-3 sonra sənə heç kim layihə verməyəcək. Düzdürmü? Ona görə işin dərinliyinə getmək lazımdır. Dərinə getmək üçün işi sevmək lazımdır. Mən xəstəyəm, bugün nastroyenim yoxdur, bugün dişim ağrıyır, bugün toydayam. Elə şey yoxdur. Layihə rəhbəri götürür, olur ən üstə. Tapşırıq belə yox. Sən o qədər işin içinə girməlisən ki, sənin məlumatın olmadan sən hiss eləməlisən ki, bir paçka salfetkanı kimsə levo götürdü. Onu hiss eləmək üçün işin içində olur elə. Niyə olmur? Niyə olmur? Bilirsiniz nələr olur? Neçə il ən azı bu sahədə olmalısan bunun üçün? Sıfırdan başlamaq lazımdır. Mən başqa işdə işləməmişəm. Mən sıfırdan ofisiant köməkçisi başlamışam və qalxa bir otellər şəbəkəsinin general menecerına qədər qalxmışam. Axı cəsarət hansı etapda yarandı ki, mən artıq özüm bir liderlik eləyə bilərəm? O bilirsiniz, oxuyursunuz, risk edirsiniz, təcrübə yığırsınız, risk edirsiniz. Sonra əminliklə sənət qoyursunuz qabağa. Və bu danışdıqlarım var ha, bunları göstərmək lazım. Bunlar hamısı təcrübəli məhsullardır da, nəzəriyyə Oxfordda oxuyur. Bugün gündəmdə nədir? Harvardda oxuyur. Keçmiş polis işçisi, keçmiş bankda işləyən, sakrasheniya üçün gəlir restoran direktoru olur, tanışının obyektində. Yenə qeyd edirəm, 3 aydan sonra yazılır ki, məkan arendaya verilir. Məkan arendaya verilir, düz deyir. Olmaz. Rəşad Cəbrayılov, Forex üzrə ekspert bizimlə birlikdə oldu. Rəşad, varmı elə sual? Mən onu ünvanlamadım, amma Rəşad Cəbrayılov onu eşitmək və eşitdirmək istəyirdi. Nə bilim. Yoxdur. Daha doğrusu var, çoxdur. En saydadır. Vaxtınıza girmək istəmirəm. Həm də özünüz telefonları görürsünüz. Görüşlər məndə planlı. Hayır, Bəyətun gələn zənglər hamısı Rəşada gəlir. Dayanmır, maşallah olsa. Biz dəfələrlə ünsiyyətdə də olmuşuq. Adamın 2 dənə telefonu, hər telefonda 2-3 nömrə və s. də bu formatda işləyir. Mən çox təşəkkür edirəm. Mən bilirəm Rəşad Cəbrayılovun gərgin iş qrafikini. Mən bilirəm ki, gündə bir dəfə maksimum yemək isə böyük işdir. Maksimum. Elə çay, su, nə bilim orada bir dənə zaman məhdudiyyəti var, bəli. Yəni əhsən, vallahi adam baxır, amma buradan faydalanan cəmiyyət olur, dostlar olur. Niyə? Məsələn, mən baxıram dost kimi, həm mənəvi olaraq xoşdur, həm də deyirəm ki, mən də bacararam, mən də belə çox işləyə bilərəm, o gücü yığırsan. Və bu işin nəticəsində cəmiyyət həm də necə faydalanır? Rəşadın bir uğurlu layihəsindən sonra gözəl xidmət, gözəl təam, qidanın gözəlliyi və s. və insanların da könlü də xoş olur. Heç kim demir ki, buna yalandan bu qədər pul xərclədik. Çox təşəkkür Rəşad. Siz sağ olun. Xətriniz əzizdir. Bizə və bütün komandaya. Bilirəm. Rəşad Cəbrayılov uğurluyuq alqışlarla, minnətdaram və hörmətli izləyicilər, dinləyicilər, çox xoş oldu bu söhbət Rəşadla birlikdə. Mən efir davam edir deyə belə yola sala bilmirəm Rəşadı, uğurluyuram.